Herkese salam. Bugün demensiya xəstəliyi haqqında danışmaq istərdim. Demensiya xəstəliyi xalq arasında Alzheimer xəstəliyi kimi də tanınır və bu daha çox 60 yaş üzəri şəxslərdə görülən bir durumdur. Təəssüf ki, günümüzdə bu xəstəliyi 50, 40, hətta 30 yaşların əvvəllərində də müşahidə edirik. Ancaq nədir demensiya? Demensiya beynin strukturunun pozulması nəticəsində həm beyin funksiyalarının, həm də bədən funksiyalarının get-gedə pozulması ilə özünü göstərən bir xəstəlikdir. İlk öncə bu, çox hallarda yaddaşsızlıqla başlayır. Təbii ki, demensiyanın müxtəlif növləri var və bu müxtəlif növlərdə də fərqli simptomlar ilk öncə təzahür edir. Ancaq çox yayğın simptomlarından biri də yaddaşsızlıqdır. Bu təbii ki, ilk başlarda sadə bir yaddaşsızlıq kimidir. Məsələn, səhər nə yediyini unutması və yaxud da bugün harda olduğunu unutması. Lakin irəliləyən yaşlarda bu yaddaşsızlıq daha qorxunc vəziyyət alır. Belə ki, bu şəxslər artıq hətta qidalanmanı unudurlar. Yəni su içməyi unudurlar, yemək yeməyi unudurlar. Su içmək, bəzən isə bu susuzluq və yaxud da aclıq duyğularını unudurlar ki, bu daha qorxuncudur. Bəs niyə belə olur? Bu ona görə olur ki, həmin beynin susuzluq mərkəzi və yaxud da aclıq mərkəzi deyilən hissələri var. Əgər bu proses həmin mərkəzlərdə də özünü təzahür göstərirsə, bu simptomlar üzə çıxır. Bəs nəyə görə qorxuludur? Çünki ümumiyyətlə demək istərdim ki, yaşlanma ilə əlaqədar olaraq bir çox orqanlar öz funksiyalarını get-gedə itirir və eyni zamanda öz formalarını da get-gedə itirməyə başlayırlar. Yəni belə deyək ki, nəinki bizim dərimiz, həmçinin daxili orqanlarımız da qocalma prosesi yaşayır. Eləcə də beynimiz, beyində də qocalma prosesi başlayır və beynin həcmi get-gedə yaş artdıqca kiçilir. Və digər tərəfdən beynin üzərində qırışlar var ki, qıvrımlar var ki, hansı ki bunlar həyati vacibdir. Belə bir fikir məlumdur ki, tibbə, əgər beyində yetəri qədər bu qırışlar, nə qədər beyində qırışlar çox olarsa, qıvrımları qəşəng, belə deyək, qabarıq, bir-birinə keçmiş, bir-birlə əlaqəli olarsa, o beyin də daha yaxşı funksiya göstərir. Və müəyyən edilib ki, müəyyən müayinələrdə, məsələn, MRT müayinəsində, hansı ki, bu demensiyadan şübhə olan xəstələrdə aparılan MRT müayinələrində görülmüşdür ki, həm beyin həcmi kiçilir, həm də ki, bu qırışlar get-gedə hamarlaşmağa başlayır və sayları da azalır. Ki, bu artıq xəstəliyin başlandığının həm orqan struktur səviyyəsində, həm də klinik olaraq özünü göstərdiyinin bir sübutudur. Bəs o zaman susuzluq niyə görə vacibdir? Əgər orqanizm eyni zamanda beyin kütləsi yaşlandıqca öz funksiyasını və